Əziz müəllimlər və şagirdlər, bugünkü video izahda sizə 21 dekabr tarixində Kasmin keçirdiyi buraxılış sınav imtahanının video izahını çəkib paylaşacağam. Bundan əvvəlki video izahlarda 10-cu və 9-cu siniflərə aid videolar var. İndi isə baxaq 9-cu sinifə aid video izah 10 və 11 artıq YouTube kanalımızda yerləşdirilmişdir. Baxaq 21-ci suala. Hansı cümlədə işlənən feil məlum növdədir? Yayın gəlişi ilə ağazdakı meyvələr sulanmışdır. Burada meyvə özü sulanır. Deyə bilərik ki, qayıdışdır. Sudan sulamaq, sulanmaqmışdı kimi götürsək, onda bu uyğun olmayacaq. Yəni məcburuq ki, burada lanı bütöv götürək və lan da heç bir qrammatik məna növ şəkilçisi olmağı üçün elə A variantı məlum növdədir. Kabab sulandı, meyvə sulandı, gözüm sulandı. Bu sözlər məlum növdədir. Sabah sizin müraciətiniz direktora təqdim ediləcək. Bu şəxsizdir. Bu meşələrdə təqdim ediləcək, müraciətiniz yox, məhsul daha doğrusu B. Bu meşələrdə tez-tez canavara rast gəlinir. Bu şəxsizdir. Bağdakı bütün ağaclar sulandığından ağaclar sulanır. Bilinmir kim tərəfindən. Bu olacaq məhsul növ. Köhnə dostlar illər sonra bu məkanda görüşdülər. Bu da qarşılıq növdədir. Cavab A variantı. İndiki zaman mənalı feili sifət hansı sırada verilmişdir? Yəni indiki zaman mənalı feili sifət şəkilçisi an-əndir. Açılmış keçmiş zamandır, görüləcək gələcək zamandır, getdiyim keçmiş zamandır. Ağlağan, ağlamağan olmur ki, yəni bu feildən düzəlmiş sifətdir. Ona görə burada getdi. Cavab Y variantı sevinən, sevinməyən, baxılan, baxılmayan, indiki zaman mənalı feili sifətdir. Bunlardan biri qoşma və zərf kimi işlənə bilər. Təbii ki, burada sonra gələrsən zaman zərfi, səndən sonra qoşma. Bu olacaq. Tərəf isim olur, qədər isim olur. Savayı yalnız qoşmadır. İlə həm qoşma, yəni zərf olmur, həm bağlayıcı olur. Daha sonra 30-a baxaq. Hansı cümlədə əvvəlcisindən son vergül işarəsindən istifadə edilə bilər, edilməyə bilər. Baxaq. O çoxdan buralara gəlmir. Kim o? Buradanca vergül qoyulacaq. Bu da universitetdə təhsil alır. Dağda köməkçinin diksiyası gəlir deyə qoyulmaz. O mənim üçün olmuş arzularım idi. Əvəzlikdən sonra əvəzlik gəldiyinə görə vergül qoyulmaz. O kənddə bizimlə getdi. Kim o? Bir də o kəndə bizimlə getdi. Cavab D variantı. Bu sizin çağırığınız ustadır. Əvəzlikdən sonra əvəzlik gəlsə qoyulmaz. Feilin hansı şəklinin inkarı iki cür olur? Vacib də, yəni oxumamalıdır, bir də oxumalı deyil. İnkarı iki cür ola bilər. Lazımınki yalnız deyillə olur, o birisilər də müamə ilə olacaq. Baxaq 32-ci suala. Hansı cümlədə ön şəkilçisi qəbul edən söz işlənməyib? Bütün avadanlıqlar nasaz vəziyyətdə idi. Saz və nasaz ön şəkilçisidir. Mən bu işə laqeyd, laqeyd yanaşıram. Bunu saxlayaq. Müşahidə edilən anormallıq, normal, anormal, inkardır, ön şəkilçisidir. Biz onlardan razı və narazı, ön şəkilçisidir. Qız balaca əlləri ilə tutduğu gülü mənə uzatdı. Qız balaca əlləri ilə tutduğu gülü mənə uzatdı. Burada ön şəkilçisi söz yoxdur. Burada laqeyd, la ön şəkilçisidir, bəli, olacaq. Cavab 32-də Y variantı. Sonra bir kitab söz danışdım, amma anlayan olmadı. Bu numarativ sözdə isimlə say arasında işlənən sözdür, numarativ sözdür. Düzəltmə sayları istəyir, xeyli sadədir. 22-ci mürəkkəb sıra saydır, 10 minlərlə mürəkkəbdir. 1, 3, 4-ü siliriksə cavabdan, cavab ilə öz avtomatik deyir ki, buradayam. 2, 5, 5-dən 5-ci, çoxdan çoxlu, yüzlərcə. Birinin leksik mənası yoxdur. Məsələn, əvvəl zərf ola bilər, əsas diksiyası. Yəni, demək istəyir ki, köməkçinin diksiyası olsun da. Yaddan çıxamayın, ötəri zərfdir, ötürü qoşmadır. B variantı, həkim isimdir, tək sifət olur, zərf olur. Hansı variantda feillər gələcək zamanda işlənib? Baxar qeyri qəti gələcək zaman, güləcək qəti gələcək zaman danışmazdır. Bu da danışardır. Danışardır. Qeyri qəti gələcək zaman sadəcə burada inkarda işlənib, cavab A-dır. Getdi, keçmişdi. Oxunub
keçmişdi. Yaradır. Yaradır. Bu da öz indiki zaman ola bilər. Oxundu keçmişdi. Silərdi. Geri gələcəkdi. Amma keçmiş var axı burada. Susacaq gələcəkdi. Bilmişdi keçmişdi. Əyləşdik keçmişdi. Yaşayıb keçmişdi. Alacaq gələcəkdi. Bizə hamısı deyir. Ona görə 36A variantı.